Erdoğanla İlham Əliyevin arası möhkəm dəyifdir. Vəziyyət çox pisdir. Birbaşa Erdoğan İlham Əliyevin rədd olmasını istəyir. Necə ki son zamanlarda böyük Yahudi lojaları, Yahudi lobi təşkilatları artıq İlhamı lazım olan özünü doğrultmadı deyə istəmirlər. Hətta yuxarılarda onların arasında söz gedir ki, adamımızı dəyişməliyik. Və dəyərli həmvətənim İlham Əliyev kralın yanına Elçin Quliyevi göndərir, at yarışı, it yarışı. Krala da məktublar yazıldı. Krala xəbərdarlıq məktubları yazıldı ki, bunlardan aralı dur. Bunlar təhlükəli bombadır. Və dəyərli həmvətənlərim, bunu deməyim kim yazdı, necə yazdı, nələr oldu, nələr, bunu deməyim. Amma dəyərli həmvətənlərim, böyük bir hərəkat başladıldı. Dostlar, ən gözəl hal nədir? Mən hər zaman nə dedim? Mən hər zaman bu efirdə dedim. Axırıncı təpiyi Erdoğan vuracaq. Demişəm ya deməmişəm. Hər zaman demişəm. Hər zaman onu demişəm ki, Erdoğan Türkiyə elə bir gücdür ki, hansı tərəfdə olsa o tərəf qalib gələcək. Hansı tərəfdə olsa o tərəf qalib gələcək. Artıq Türkiyənin tarixi fürsəti yarandı. Artıq Avropa Birliyinə Türkiyənin qoşulması üçün tarixi fürsət yarandı və bunu Almaniya açıqladı. Artıq Almaniyanın əvvəl bilirsiniz Friedrich Merz kansler getmişdi, indi də Xarici İşlər Naziri Türkiyədədir ya da səfərə gedir, bəlkə də oradadır. Artıq Türkiyənin çox təcili və tez bir zamanda Avropa Birliyinə üzv olmasına razılıq verildi. Artıq bu açıqlama Almaniya tərəfindən edildi. Dəyərli həmvətənlərim, Türkiyənin gücü çox böyükdür. Türkiyə hələ ortada Kırım məsələsi varsa bəs eləyir. Burada çox şey deyə bilmirəm, demək də istəmirəm, amma bu çox yaxşı bir haldır ki, Erdoğan İlham Əliyevin qələmini qırıbdır, barışmaz mövqeydədir. Və dostlar, Türkiyənin Avropa Birliyinə üzv olması çox yaxşı hal olacaq, inşallah.